Hamıya salam dostlar. Bugün real biznes haqqında ətraflı danışacağım. Bu yorumlara qoyduğum linkdən link kopyalayıb girirsiniz Google-a, buradan yapışdıra basıb axtara basırsınız. Burada istifadəçi adın, əgər hesabınız yoxdursa, istifadəçi adın, e-mailiniz yazırıq, şifrəni təsdiqləyirsiniz. Mən indi hesabım olduğuna görə öz hesabıma girəcəm. Girdim. Mən bayaq burada 10 dollarlıq bina aldım. 5 dəqiqəyə hardasa 10-15 dəqiqəyə mənə 1 qəpik gəldi. Burada indi göstərəcəm sizə depozit necə qoyurlar. Burada M10-da 10 dollar, məsələn 10 dollar 17 manat eləyir. Burada doldura basırıq. Bu nömrəni kopyalayırıq dostlar. M10-a keçirik. Burada köçürmə, M10 köçürmə. Burada yerləşdiririk. Baxın, burada 17 manat yığırıq. 10 dollar 17 manat olduğuna görə 17 manat. Mən bayaq bina aldığıma görə yığmayacağım yenə. O qəbzin, çekin şəklini isə sarırıq. Keçirik bura. Ödəniş təsdiq edə basırıq. Burada qəbzi fayl yükləyirik. Seçə basırıq. Sonra ödənişi təsdiq edə basırıq. Mən bayaq elədim, ona görə yenə eləmirəm. Sonra 5-10 dəqiqə hardasa pulunuz oturacaq hesabınıza. Burada 10 dollarlıq bina, 50 dollarlıq bina, 200, 2000 dollar kimi binalar var. Burada 10 dollarlıqdan 66 dənə qalıb. Gündə 17 sent, həftədə 1 dollar 17 sent, ayda 5 dollar 1 sent, ildə 60 dollar 10 sent qazanılır. Burada mənim şəhərimdə 1 dollar 85 sent yığmışam mən. Bu gündə 17 sent qazandırır. Hardasa bir dəqiqə. Baxım yenə. Həftədə 1 dollar 17 sent qazanacaq. Hardasa 2 həftəyə mən 5 dollar çıxaracağım buradan. Buradan çıxarışa basırıq. 5 dollar olan çıxarış. M10-a basırıq. Kartla çıxarda bilərsiniz. Burada çıxarış məbləğini seçirik. Məsələn 5 dollar. Cüzdan M10 nömrəsini yazırsınız. Çıxarmağa basırsınız. Buradakı pulunuz M10-a düşür.